Türkiyənin daxili siyasətində həyəcanlı anlar yaşanır. Ana müxalifət partiyası Cumhuriyyət Xalq Partiyasında böhran böyüdü və partiya rəsmən iki yerə bölündü deyə bilərik. Belə ki, bugün Özgür Özel CHP qrupunda vida çıxışı etdi və yeni partiya quracağını rəsmən elan etdi. Türkiyənin ana müxalifət partiyası Cumhuriyyət Xalq Partiyasında neçə müddətli çalxalanmalar baş verirdi və bugün artıq Özgür Özel iddialara rəsmən cavab verdi və yeni partiyanın yaradılacağını, hətta yol xəritəsini belə açıqladı. Siyasi kulislərə görə partiyanın yaradılması ilə bağlı ərizə iyulun 27-sində Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim ediləcək. Partiyanın adının isə yeni partiya olacağı bildirilir. Özgür Özel və komandası yeni partiyanın əsas müxalifət partiyasına çevrilməsini hədəfləyir. Bunun üçün isə CHP-nin 135 millət vəkilindən ən azı 68-inin yeni partiyaya keçməsi lazımdır. Kulislərdə bu prosesə 80 deputatın qoşulacağı iddia olunur. Bununla yanaşı CHP-nin keçmiş sədri və hazırki qərardan sonra sədr olan Kemal Kılıçdaroğlu'na yaxın şəxslər bildirir ki, Özgür Özel'i dəstəkləyən deputatların sayı 68-i keçməyəcək. CHP-dəki böhranın əsas səbəblərindən biri mütləq butlan işi üzrə Türkiyə Ali Məhkəməsinin payızda qərar verməsi gözlənilir. Hazırki vəziyyətdə isə Türkiyənin ana müxalifət partiyası CHP-nin başına keçən məhkəmə qərarından sonra CHP-nin sədri olan Kemal Kılıçdaroğlu və keçmiş sədr Özgür Özel arasında, daha dəqiq desək onları dəstəkləyənlər arasında da böyük fikir ayrılığının nəticəsində ana müxalifət partiyası CHP rəsmən iki yerə bölündü deyə bilərik.